Hazırlaşırıq. Deməli, dünən gəldik, axşam kamp elədik. Burada Əmbil gölünə çatmamış Səməd bulağı deyilən bir yer var, onun ərazisində. Dünən biraz baş qarşı olduğuna görə video çəkə bilməmişəm. Amma dedim ki, səhər tezdən durum, video çəkim və həm Əmbil yolunu sizə göstərim, həm də ki, belə deyim də, yolun çətinliyin, yolun məsafəsin, hansı marşrutda getmək. Dostlar, bizim 2 dənə tur bələdçimiz var. Bizi gözləyirlər. Çox güman ki, Əmbilə bunlar aparacaq bizi. Gedək uşaqlar. İndi. Sağ olun dostlar, bizlə bir yerdə qalxıb düşdüyünüz. Dostlar, an etibarilə güclü yağış səbəbi ilə kamp yerini tərk elədik və dərhal evə doğru getməliyik. Çünki yollar çox pis gündədir. İndi biz gəldiyimiz yol yəqin ki, böyük maşınlar palçıq edib və inşallah ki, yolda qalmarıq. Videonun sonuna gəldik. Özünüzə yaxşı baxın. Növbəti kamplarda görüşənə qədər. Hələlik.